Başlayayım mı? Faciəsinin 24-cü il dönümünü qeyd edirik. Bununla bağlı məktəbimizin 3B sinif şagirdləri tədbir hazırlamışlar. Onlar balaca olsalar da bu Xocalı faciəsini kitablardan oxumuş, video lentlərdə, foto şəkillərdə görmüşlər. Bu günlərim onlar erməni vəhşiliklərini, onların törətdikləri cinayətlərin nəticələrini bacardıqları qədər əks etdirməyə çalışacaqlar. Bu işdə bizə köməklik edən, bizə dəstək olan kitabxana heyətimizə və musiqi müəlliməmiz Pakizə müəlliməyə təşəkkürümüzü bildiririk. Xocalı faciəsi bizim qan yaddaşımızdır. Bu bir terror aktıdır. Bunu unutmağa heç bir Azərbaycanlının haqqı yoxdur. Gəlin bir dəqiqəlik sükutla Xocalı şəhidlərini yad edək.
bildirilse de hiçbir tedbir görülmür, kömek gönderilmedi. Xozalı Aeroportunun reisi Elif Hacıyev paytaxtla əlaqə yaratmaya çalışırdı. Alo, Bakı, oteldandır. Cevap verin. Bize kömek lazımdır. Alo. Təcil olan zabitlər heyətini toplayın. Eşitdik, qardaşım. Vəziyyət çox pisdir. Başdan xəbər varmı? Yok qardaş, Bakıdan elimiz üzüldü. Hiçbir kömək gəlməyəcək. Cuma ancaq gözümüzə qalır. Bacardıqsa tez qocaları, qadınları, uşaqları çətdən çıxartmalıyıq. Bütün silahlı qüvvələrimizi toplayıb hər biz bir mövqeyə tutmalıyıq. Son nəfəsimizə qədər müqavimət göstərməliyik. Öldü var, döndü yox. Öldü var, döndü yox. Oğlum, Sinar oğlum, Vüqar oğlum, yalvarıram getmə. Atam qardaşın şəhid olub, səni də öldürəcəklər. Heç olmasa
başladılar. Onların arasında 9 aylık saatini bağrına basarak güllelerden korumaya çalışan genç ana vardı. Onlar meşentiyle ilerleyip zalim düşmenden yayınmaya çalışırdılar. Birden körpe saatın ağlamaya başladı. Kızım, ağlama. Dayanma, sus, ağlama. Senin sesin bu günahsız insanların hayatına son koyan. Ağlama körpem, ağlama. Ama uşaq susmurdu. Onun sesi meşədə əks-səda verirdi. Ama gözyaşlar içinde ağlayan körpenin üzünü sinəsinə sıxırdı. Ve birden körpenin sesi kesildi. O boğulmuştu. Aman Allah'ım, ben neyledim? Öz uşağımı öldürdüm. Hamı bu dəhşətdən sarsılmışdı. Etraftaki adamlar körpəni ondan almak istediler. Onlardan biri dedi. O artık nefes almaz. Eziyet etmezler. Koy yere. Yok, ben kızımı burada koymam. Onlar 4 saat meşentiyle ilerleyip əzab-əziyyətlə ayaqlarını şaxta vurmuş, donmuş halda qonşu kəndlərdən birinə çatdılar. Tanrı Xocalıda bu ne zulümdür. Tanrı ölüm günüdür. Ölüm, ölümdür. Buna necə dönsün ana ürəyi, boyanıb ananın qana ürəyi. Dur ayana, qalk ayana, sən ki mənə ucadaqsan. Dil tökərmi, qalk ayana, gözlərinin yaşını sil. Canım mənim, qanım mənim, düşmən görər, düşmən gülər. Anam mənim, anam mənim. Bu zaman körpə cığırtısı eşidildi. Hamı çaşbaş qalmışdı. Amma uşağın üzündəki örtüyü qaldırdı. Həsrətlə körpənin göyərmiş dodaqlarından çıxan cığırtını dinlədi və titrək səslə dedi. Kızım, indi ağlayabilirsen ağla, ağla. Sen qəhrəman salatının adını daşıyırsan. Sen bizi məhv kozağımızı yaşatacaksan. Ağla, ağla, sesin gelsin. Bəli, biz varıq, yaşayırıq. Ne qədər ki vətən yolunda ölməyi bacaran oğul qızlarımız var. Biz yenilməyəcək. Torpaqlarımızı quduz düşməndən azad edib geri qaytaracağıq. Azadlıq verilmir, alınır, bəli. Daha mətin oldum bu döyüşdə mən. Ucal şəhidlərə, ucal heykəli. Qoy başın sağ olsun, ey ana vətən. Zaman sirrini değişip dünyanın işi amalı. Deyəsən yetişir qiyamət günü. Vədəsiz kürəklər əsir, Xocalı. Sərt gəldi fevralın 26'sı. Al qana qərq oldu bulaqlarda su. Qəsrdən quruldu bir yurdun yası. Bir kəsə çatmadı səsim Xocalı. Nə görüb, nələr çəkməyib başın. Ot tutdu o gecə torpağın daşı. Dul qalmış gəlinin gözünün yaşı. Bəs necə uydum kəsin Xocalı. Əzəldən əl açıb, böhtalar, şərət, çaqqalar toplaşıb, güc gəlir şirə. Matəmə bürüdü yurt birdən-birə, ötüşdü bir qəbri Nəsim Xocalı. Dinmirəm gözümdə, dilələyir
İnandı, yoksa ki inanmazdılar. Can verene gülüm
Şehitlerimden yerde kalmayacak. Anaların hakkı düşmenden sorulacak. İgid oğullar sen düşmenden kurtaracak. Azerbaycan. Biz Babək, Koroğlu, Ramiz mübariz nəsliyiz. Dəzirşə torpaqlarımızı geri alacağız. Qəlbimiz ürəklərdə yanan ateşdir. Bizi Azərbaycanımıza güneşdir. Ötsün qanlı aylar, azadlı illər, ucaldaq mərdliyi, məhəbbəti bil. Sülh əmnamanlıq olsun azad torpaqda, süd bərqərar olsun Azərbaycanda. Başını dik tut vətən, torpaqların alınacaq. O ki uzaqda deyil, qəhrəmanların sırasında biz varıq. Mən varam, biz varıq. Göz açtığım gedim torpaq, dayağımsan sen dünyada. Doğma anam, ey mehriban, ey qəhrəman Azərbaycan. Yay diller damla damla, al qanını sordu sənin. Kimlər sənin göz dikmədi, torpağına Azərbaycan. Bayrağını eğdirdiler, alca gözün eğilmedi. Alqış bu gün alcalar, bayrağına Azərbaycan. Səhər kimi cavan sənsən, tarix kimi qoca sənsən. Fatihləri diz çökdülər, müqaribsən Azərbaycan. Ön müqəddəs dağlarından, güneş kimi uca sənsən. Yerində mənim, onlar yarımsan Azərbaycan. Səhərlərin boy açılsın, təzə, nurlu baharla. Gələcəyəm bərbadımla, uğurla get Azərbaycan. Şəhidlərin al qanına, lalə düzmüş yollar ilə. İstiqlalın sabahına, qürurla get Azərbaycan. Sevin, sevin Azərbaycanı. Bugün oldu sevgiye, onun ihtiyacı var. Sevin odum, ocağım, elim Azərbaycanı. İndiki dərdlərine eşqimiz əlac olar. Yaraları göynəyin, yaraların sızlayın. Ey bu milletin qeyrətli oğulları, qızları. Sevginiz xilas eder bugün Azərbaycanı. Azərbaycanı sevin, sevin Azərbaycanı. Azərbaycan xalqına sarsılmaz birlik, müqəddəs ulu torpağına və igid xalqına əzəmət qüvvət arzulayırıq. İndi isə sözü veririk məktəbimizin direktoru Yaşar müəllimə. Hörmətli tələbələrə gedirəm son vaxtlar. Amma hansı nikbin ruhda, şən əhval-ruhiyyədə olan tədbirlərdə oluramsa da, istər-istəməz hər bir ilimizin 3 ayında, yanvarın 20-sində, fevralın 26-sında, martın 31-də bizim faciələrimiz çoxdur. Faciələrin əsas köklü faciələri sayılır. Faciələr yada düşəndə istər-istəməz kövrəlir. Mən bugün
Səhər saat 11-də 201 nömrəli məktəbdə ümumi rayon tədbiri var. Oradan gəldim, orada Xocalı yatırılmış tədbiri idi. Ümumi rayon tədbiri, yuxarı sinif şagirdlərinin ifasında olan tədbir, yüksək səviyyədə hazırlanmış tədbir. Amma mənlə bir yerdə orada iştirak edən müəllimlərdən burada var, Seyir müəllim də buradadır. Bəlkə mən o sözü desəm, Seyir müəllim təsdiq edir ki, bizim 3-cü sinif şagirdlərinin bu tədbiri, o tədbirdən heç də geri qalır. Yüksək səviyyəli rayon icra hakimiyyəti nümayəndələrinin iştirak edildiyi tədbirdir. Bu tədbirdə həmin yüksək səviyyəyə layiq tədbirdir. İtənimiz itir, batanımız batır, başımıza gələn qaziyyələr gəlir. Mənim öz yeniləmsiz məqaramdan birəm qalıbdır, düşmənin tapdağı altda, Şuşam, Kəlbəcərim, Laçınım mənim. Yerlə yeksan olur, yoxdur həyatda, təzə şəhərim, Xocalı mənim. Niyə təzə şəhər? Çünki Xocalı qəsəbə tipli, qəsəbə idi. Elə yenicə şəhər statusunu almışdı ki, başına bu faciələr gəldi. Bəlkə də bir taleymiş məni bizim bu Qarabağ problemləri başlayan gündən bir təxminən 2-3 ay əvvəl məni talih həmin o torpaqlara göndərdi ki, gedim oraları görüm gəlir. Mən görməmişim o torpaqları. 87-ci ilin oktyabr ayında məni Təhsil Nazirinin xətti ilə ezamiyyətə göndərdilər. Orada, indi hələ oradakı adları ilə deyəcəm, oradakı adları ilə Stepanakert, Martini, Hadrut, Əskəran, bunların hamısında gəzdim, gözəl, görməli torpaqlar. Düzdür, ümidliyik, ümidimiz artıqlarması canlıdır, yetərincədir ki, neçə ildir, 27 il keçib artıq o dövrdən biz deyik ki, o torpaqları qaytarmaq bizim borcumuzdur. Qanlarımız da artır, gündən günə 20 yanvarımız var, 26 fevralımız var, 31 martımız var, müxtəlif faciələrimiz var. İndi də görürsünüz, gündə yenə atışma gedir, şəhidlər verilir, amma son o ruhda bitirmək istərdim sözümü ki, ümidli olaq ki, həmin gün yaxındadır. Və mən bugün burada səhnəyə baxanda bu körpələrin yaxasındakı qara lenti görəndə, burada səhnədə durmuş qara lenti görəndə, bu lentə baxa-baxa arzu eləyərdim ki, bu qara lent həyatımızdan bir lent kimi keçib, tariximizdən bir lent kimi keçib, bu tarixi biz heç vaxt unutmayaq. Və hər bir kəsin, illa ki, bugün 9 yaşlı körpələr bu hadisədən demək olar xəbərləri yoxdur. Ancaq kinofilmlərdən, fragmentlərdən, kitablardan, əsərlərdən oxuyurlar bu haqda. Bunu bu cür canlandırdılar. Heç bir kəs ömründə o qara lent görməsin. O qara lent qırmızıya dönüb, xeyir işlərimizdə bağlansın. Bir daha, bugünkü tədbirə görə, sinif müəlliminin hazırladığı tədbirdir. Ona kömək edən müəllimlər də var, valideynlər də var. Hamıya təşəkkür, minnətdarlıq. 3B sinifinin bugünkü tədbiri rayon səviyyəsinə çıxarılması tədbirdir. Həm yaşlarına görə, həm də. Son anda bir də o arzumu bildirim ki, nə qədər biz xeyir işləri qeyd edəsəydik, əlamətlər bayramları qeyd edəsəydik, Ümumxalq bayramımız yaxınlaşır, Novruz bayramımız yaxınlaşır, deyib gülsək də, amma dönüb arxaya baxanda o tariximizi istər lap son məqamda qələməni çalsaq da, o torpaqları geri qaytarsaq da, bu günləri unutmaq lazım deyil. Bu günləri unutmaq lazım deyil ki, bir daha başımız belə faciələrə düşər olmasın. Başımıza belə faciələr gətirməsin. Bir daha çox sağ olun.